İndi rekord qoşuldu. Baxın indi burada deməli. Mən indi bax keçdiniz birinci bu hissəni mütləq şəkildə şagirdlər öyrənsinlər, oxusunlar, dərs verin. Çünki gördüyünüz kimi true false-un cavablarını necə tapmaq lazımdır onu və s. burada qeyd eləmişəm. Onu mütləq uşaqlar baxsınlar. Sonra hansı sualın cavabını nə ilə axtarmaq lazımdır, hansı ipucu ilə axtarmaq lazımdır, odur. Sonra esse necə yazmaq lazımdır, onu göstərmişəm hamısını burada. Bunlar. İndi gəldik. Gəldik burada listen and repeat hissəsinə baxırıq. İndi eşidirsiniz müəllimlər. Bəli, bəli. İndi məsələn görün mən burada bunu qoşanda sizə gəlirmi bunun səsi? Gələcək böyük ehtimalla. Baxın indi birinci. One, Eşidirsiniz free bunu? time. Time when you are not Eşidirsiniz müəllimlər bunu? Bəli, bəli. busy Baxın. with school or work. Baxın. Free time. Bir, Time when you are birini not 3 dəfə busy with dedirtmişəm. school or work. Free time. Time when you are not busy with school or work. Two, Aha. fresh air, clean air that you breathe outside. Fresh air, clean air that you breathe outside. Fresh air, clean air that you breathe outside. Üç Bu dəfə belə təkrar müəllimlər aydın oldu. Hər birini 3 dəfə dedirdir. Özü ki, bax bu deyin ki, məsəl üçün word definition həmin o testini hər biri 3 dəfə deyilir o heç o öz yerində. Sona çatdırıb təzədən bir də başlasınlar, sona çatdırıb təzədən bir də başlasınlar, yenə də 3 dəfə. Yenə də 3 dəfə Yaxşıdır. sona çatdırıb təzədən bir də başlasınlar. Hı. Bitdi o. İndi gəlirik nəyə? İndi gəlirik biz artıq yəni Azərbaycan dilində olan sözləri ingilis dilində eşidib yazmağa. Baxaq indi. Baxın indi deyirəm. Baxın, find translation dinləmələrdir bunlarda. Listen and find the correct translation of the given words. 1. To restore. Baxın, deməsə ki, restoran yerində yazacaqsın. And 3. Tired. 4. Jewelry. 5. To whisper. 6. Secret. 7. Ruin. 8. Safety. 9. Famous. 10. To greet. Özüm tez-tez dedirdirəm ki, bunu nəyə görə bilsiz? Çünki şagirdlər bir dəfə elə bilməyəcək bunu. 5 dəfə, 6 dəfə onu doldurana kimi bunu qoşub qulaq asacaqlar. Qoşub qulaq asacaqlar. Sözləri də əzbərləyəcəklər müəllimlər. Çünki bir dəfə ilə bunlar bunu tapa bilməzlər. Tez-tez gedir. 3 dəfə, 4 dəfə o boşluqları doldurub o tapşırığı sizə hazır gətirməlidirlər. Sonra gəlirik bu heç. Bunlar definition testləridir, şagirdlər eləyəcəklər. Sonra gəlirik nəyə? Boşluq doldurma testləri. Boşluq doldurma testləri bəzisində 2 dənə, bəzisində 1 dənə vermişəm. Amma yəni əsas sözü öyrənmək üçün, ondan sonra dinləməni inkişaf elətdirməyin ən gözəl yolu budur. Boşuram indi bir də. Varsın. Unit 1. Listen and fill in the gaps. 1. In his free time, Sam is keen on learning new things and enjoying life outside school. He often goes to the park to breathe fresh air and relax his mind. Sam believes that every activity helps him develop a new skill, especially when he works with his hands. Recently, he started making jewelry for fun, and it quickly became his favorite hobby. This hobby helps him forget school pressure and feel calm. Sam always thinks about safety when he is outside with his friends. At the end of the day, he feels tired but very excited because he spends his time in a useful and enjoyable way. Gördünüz müəllimlər? Yəni bunu qaça-qaça eləyir, eləyə bilmədiyin təzədən bir də başlayıb eləyir. Yəni burada artıq dinləyib sözü yazmaq qabiliyyəti də inkişaf eləyir. Bu da ikincidir. Dinarə müəllim. Buyurun. Dinarə müəllim, bağışlayın sözü kəsdim. İndi Buyurun biz Nəzmin. bunu 11-ci siniflərdə də eləyə bilərik. Yəni sırf aşağı Hamısı bu siniflərdən. müəllimə bu ümumiyyətlə bu kitab 9, 10, 11-ci siniflərə aiddir. Ay sağ ol. Hə. 9, 10, 11-ci siniflərə aiddir. Siz nəyə görə bunu eləməlisiniz? Çünki onlar dinləyib yazmağı öyrənməlidirlər ki, orada tecrübə tutub yaza bilsinlər tez-tez. Mən ona görə biraz cana bəzisi sürətlidir, bəzisi aşağı səviyyədədir. Bəzisi sürətlidir, bəzisi aşağı səviyyədədir ki, qoyun o sürətli aşağını, sürətli aşağını orta yerini tapa bilsinlər. Bundan sonra da normal dinləmələr gəlir. Normal bildiyiniz normal dinləmələr.
Yəni 9-10 siniflər üçün biraz aşağı səviyyədə vermişəm. Amma 11-ci siniflər üçün biraz ondan yuxarı. Bir tık, yəni çox yox. Bir tık ki, getdikcə də çətinləşir. Əvvəldən yaxşı, asan gəlir, sonra çətinləşir. Bu cür. Hmm. Sonra gəlir, ondan sonra dinləmədən sonra gəlir yenə cümlə qurma tapşırıqları. Ondan sonra gəlir reading 9-10. Onun üçün bir də 11 üçün readinglər gəlir təzə ilə, ha, təzə şeylə, nədir? Təzə qayda ilə. Metodunu. Hə. Metodla, bəli. Formatla çoxlu mətnlər. Sonra short tekstləri nəyə görə salmışam? Bunlar şagirdlərdə bu məntiqi bacarıqlar, bir də tənqidi bacarıqlar formalaşdırır. Ona görə short tekstdə çıxartmadım. 11-dən də saxladım eləcənə. Çünki məntiqi bacarıqları, tənqidi bacarığı inkişaf elətdirir. Sonra 9 üçün budur. 11 üçün budur yazı. İdeya da vermişəm və həmçinin onlar üçün lazım olan hər şeydə ideya da var bunun içində ki, yəni məsələn necə yazmalısan bu mövzuda sən? Nədən sonra nə gəlməlidir? Hansı formada yazmalısan? Birinci söz hansını işlətməlisən? İdeya da vermişəm. Məsələn, mövzu tutaq ki, indi burada mövzu nə verilibdir? O mövzunu yazmalıyıq. Is fast food harmful to our health? In my opinion, sürətli qida, yəni bu tez qida da, biz fast food sürətli qida demək, hazır qida deməkdir. Sağlamlığımız üçün zərərlidir. Çünki tərkibində çoxlu yağ və şəkər duz var. İdeya verirmi müəllimlər bu sahədən? Mən deyirəm, sonra ona deyirəm ki, indi sənin növbəndə, indi sən özün yaz, görək, nə yazırsan, o yadında qalanı yaz, görək oradakını. Bu şəkildə. Yəni, bunu işləyən şagird, yəni, yenə deyirəm, mən bir dəfə bunu sınaqdan keçirmişəm özümkilərdə, yüksək bal topladılar, bəlkə də 100'lər var içində, hələ ki, tam şəkildə indi bilmirəm də ki, açığa nə qiymət verəcəklər, amma özümün hesablamamdan düşür 100'ə. Sonra gəlir digəri, onun kimi yenə də eyni qaydada izah edirik. Bunlar unitlərləndir, Dinarə müəllim, yoxsa? Unitdir, bəli müəllimə, unitdir. Və bunu eləyəndən sonra artıq, bunu bitirəndən sonra bir dəfə də getməlisiniz, ikinci dəfə nəyə? Təkcə sözlərəcə. Ancaq sözlərə. Ancaq sözlərəcə. Ondan sonra da ona